idarə olunması, qrupun idarə edilməsi dedikdə nələri nəzərdə tuturuq? Təbii ki, qrupun idarə olunmasında müəllim, valideyn, uşaq, bunların hər birinin rolu çox vacibdir. Yəni uşaqdan uşaq, valideynlə uşaq, və müəllim-valideyn arasında olan münasibətlərdən söhbət gedir. Gəlin əzizlərim, ən çox lazım olan nüanslara diqqət yetirək. Məşğələnin keçirilməsi zamanı lazım olunan, idarə olunması zamanı lazım olunan mexanizmlər. Hansı mexanizmlərdən istifadə olunur? Gözlənti, qayda və prosedur. Gözlənti nədir? Gözlənti dedikdə əsasən gözləntilər iki cür olur. Müsbət gözlənti olur və mənfi gözlənti olur. Gözlənti dedikdə, yəni uşaqlardan arzulanan davranış gözlənti adlanır. Yəni böyüklərin uşaqlardan arzuladığı davranış. Gözlənti geniş olmalıdır. Bütün insanlara aid formada olmalıdır, sayda olmalıdır, anlaşıqlı olmalıdır, məhdud sayda olmalıdır. Yəni çox lap geniş olmaz da, yəni məhdud sayda məhdud olmalıdır və müsbət yazılmalıdır. Mənfi gözlənti yol verilməzdir. Gözləntilər dediyi müsbət və mənfi olur. Müsbət gözlənti yüksək gözləntidir, mənfi gözlənti isə aşağı gözləntidir. Misal üçün, müsbət gözləntiyə aid misal göstərək. İnanıram ki, hər bir uşağın öyrənmək və nailiyyət əldə etmək qabiliyyəti var. Gəlin belə deyim də, pozitiv cümlədən bir söz düzəltmişik. Və uşaqdan gözləntimiz pozitiv olduqda, bu olacaq müsbət gözlənti. Ancaq uşaqdan gözləntimiz neqativ olduqda, aşağı olduqda, bu olacaq mənfi gözlənti. Misal üçün, indiki uşaqlar öyrənmək istəmir, onlar üçün maraqlı deyil bunlar, nəyisə öyrənmək və bu olacaq nə? Mənfi gözləntiyə aid. Deməli, gözlənti zamanı 3 məqama diqqət etmək gərəkdir. Hamıya hörmətlə yanaşın, məsuliyyətli olun və təhlükəsizliyə riayət edin. Sonra gəlir nə? Qaydalar. Baxın əzizlərim, qaydalar necə olmalıdır? Qaydalar ilin əvvəlində hazırlanmalıdır. Yəni ilin sonunda qayda hazırlanmır. İlin əvvəlində hazırlanmalıdır. Sayca az olmalıdır. Yəni 3-5 arası olmalıdır. Ancaq problem olduqda qaydada ilin gedişatında dəyişə bilər. Normalda qaydalar dəyişməzdir. Sadəcə problem yarandıqda ilin gedişatında dəyişə bilər. Müsbət cümlələr olmalıdır və inşaatlıqda olmaz. Eynilə prosedur və digər gözlənti kimi qaydalar müsbət olmalıdır. Mənfi yöndə qaydalar olmaz. Misal üçün, qaçma əvəzinə yerimək lazımdır demək daha məqsədə uyğundur. Qaydalar həmçinin indiki zamanda olmalıdır. Nə keçmiş zamanda olmaz, nə də gələcək zamanda götürmək olmaz. Sonra, qaydalar zamanı nələrə diqqət etməliyik? Qaydalar sadə, aydın olmalıdır, davranışla bağlı olmalıdır və müsbət dildə yazılmalıdır. Ümumiyyətcə, yadda saxlayın ki, kurikulum sistemi elə bir sistemdir ki, çətin, proaktiv suallar, anlaşılmayan cümlələr, yəni bu tip negativ enerji verən, inkarlıq işlədilən cümlələrdən uzaq durmaq lazımdır. Yəni uşaqlara sözlər sadə, aydın və başa düşüləcək dildə çatdırılmalıdır. Və ən əsası qaydalar uşaqlar ilə birgə hazırlanmalıdır. Bax, bu çox vacib nüanslardan biridir. Yəni, niyə uşaqlardan birgə hazırlanmalıdır? Çünki uşaq, insan psixologiyası elədir ki, özünün tərtib etdiyi qaydaya daha çox əməl edirlər. Sonra gəlir nə? Prosedur. Prosedur nədir? Prosedur ardıcıllıqdır, algoritmdir. Yəni, hər hansı bir işin yerinə yetirilməsi ardıcıllığıdır. Eynilə qaydada olduğu kimi prosedurda uzun cümlələrdən, mürəkkəb çətin cümlələrdən istifadə etmək olmaz. Yəni aydın, anlaşılan və qısa formada olmalıdır. Baxın əzizlərim, prosedur zamanı nəyə diqqət yetirməliyik? Öyrədirik, məşq elətdiririk və möhkəmləndiririk. Əgər uşaq prosedurun nə olduğunu bilmirsə, bunun 3 səbəbi var. Yəni müəllim uşağa prosedurun nə olduğunu öyrətməyib. Sonra
prosedurun necə tətbiq olunacağını öyrətməyib və prosedura vaxt sərf etmir. Ümumiyyətlə prosedur elədir ki, axı dedik ardıcıllıqdır, yəni məşq olunmalıdır, daimi öyrədilməlidir. Əgər öyrədilməyəndə uşaq proseduru unuda bilər. Baxın, belə deyim, əgər cümlələrdə ardıcıl olaraq, misal üçün, qapı döyüldü, uşaq qapını döydü, içəri girdi, müəllim uşağa baxdı və uşaq sonra sakitcə keçdi, yerində əyləşdi. Və belə bir ardıcıllıqlar görsəz, bu bilin ki, prosedura aid olacaqdır. Misal üçün, məşğələnin başlanması proseduru necə olur? Müəllimdən kömək istəyərkən şəhadət barmağımızı qaldırırıq, səbirlə müəllimin bizi görməsini gözləyirik. Daha sonra isə müəllimin bizə yaxınlaşmasını gözləyirik. Yəni bunların hər birini ardıcıllıqla yerinə yetiririk. Bu olacaq prosedura aid. Misal üçün, gəlin qısa bir cümlələrdən deyək. Qaydaya aid bir cümlə deyəcəm. Koridorda yeriyərkən yavaş yeriyin. Bu olacaq qayda. Müsbət cümlə oldu, indiki zamanda oldu. İndi prosedura aid bir cümlə deyəcəm. Misal üçün, eyni ilə bayaq dediyim kimi qapını döyürük. Dərsə gecikəndə misal üçün qapını döyürük. Keçib qapının arxasında dururuq, müəllimə baxırıq və müəllimin işarəsini gözləyəndən sonra biz keçib yerimizdə əyləşirik. Bu olacaq nəyə aid? Prosedura aid. Və qayda ilə prosedur arasında oxşar və fərqli cəhətlər vardır. Qaydalar sayı 3-5 olmalıdır, amma prosedurun sayı nə qədər çox olsun fərq eləməz. Yəni çox da ola bilər. Qaydanı pozduqda cəza tətbiq olunur. Təbii ki, cəza burada psixoloji şiddət verən, yaxud fiziki şiddət verən cəza yox. Sadəcə olaraq ədalətli cəzadan istifadə olunur qaydanı pozarkən. Ancaq proseduru pozarkən cəza tətbiq olunmur, məşq olunur, məşq elətdirilir. Yəni, dalbadan məşq olunmalıdır ki, prosedur yadda qalan olsun. Daha sonra var konfliktlərin həlli. Konfliktlərin həlli nədir? Konflikt ümumiyyətcə ixtilaf deməkdir. Yəni uşaqlar arasında olan ixtilaf da qaçılmaz olur. Yəni bütün məktəbə qədər təhsil müəssisələrində ixtilafın olmağı da normal bir haldır. Sadəcə müəllim bu konflikt zamanında necə yanaşmalıdır? Vəziyyətə sakit yanaşmalıdır, uşaqların hisslərini mühakimə etmədən qəbul etməlidir və ümumi məlumat toplamalıdır. Və ən əsası lazım olan taymerdən, mətbəx taymerindən istifadə etməlidir. Həmçinin müsbət davranışların dəstəklənməsi mütləqdir. Yəni, xoş təriflər, xoş sözlər demək uşaqda qaydaları pozmaqda yaxud hər hansı bir konflikt yaratmaqdan çəkindirə bilər.